Şərəfsizlər. Yaxşı anam, nə olub sənə? Onlar kim idi? Sənin elə insanlarla niyə əlaqən var? Dostlarım idilər. Hə, nə dost, gör üzündən yenə qoyub sənin. Bir arvadın evinə uğurluq eləmək istəyirdilər. Nə oldu bəs? Qoymadım, qarşılarını kəsdim. İşlərinə yaramadım deyə. İşlərinə yaramadın deyə gətirib səni tulladılar bura. Əqrəblə qurbağanın ağlını bilirsən? Yox. Əqrəb bir gün böyük bir yola çıxır. Yolunun üstündə böyük bir dənə göl var. O gölün o tərəfinə keçməlidir, amma keçə bilmir. Göldə bir qurbağa. Qurbağadan xahiş edir ki, məni keçir o tərəfə. Amma qurbağa onu inanmır, əqrəb olduğuna görə. Məni öldürəsən deyir. Amma əqrəb deyir ki, mən səni öldürsəm, ikimiz də ölərik. Nəysə, qurbağa buna güvənir. O da tək olur, dostu olmur deyə, ətrafı olmur deyə güvənir. Əqrəb keçir o tərəfə. Ayağını quruya qoyan kimi səncə nə olur? Sancır. Sancır, təbii ki sancır. Çünki heç kimin təbiətini dəyişdirə bilməzsən. Təbiəti necədirsə, o axıra kimi də o cür olacaq. Ona görə də heç kimin təbiətini dəyişdirməyə çalışmır. Everybody knows that the dice are low.